Son illərdə zallarda yaşanan ölüm hallarının əsas səbəbi nədir? 70% ürək dayanmaları, yəni gizli ürək dayanmalı, infarkt hadisələri evdə baş verir. Bu demək deyil ki, evə getməyin. Təcrübənizdə şahid olduğunuz zallarda ən təhlükəli hal hansı olub? Komaya düşən olub və onu ayıltmağa çalışmışıq bir müddət. Sizcə zallar müştərilərindən sağlamlıq arayışı tələb etməlidirmi? Azərbaycanda bu realdırmı? Yəni sizə bu gün restoranda heç kim tələb eləmirsə ki, siz arayış gətirin. Yəni çünki siz diabet xəstəsi olsanız, orada şirniyyat sizə versələr, komaya düşə bilərsiniz. Yəni arayış tələb eləmirlər də amma. Sağlamlığı hansı indeks əsasında ölçmək olar? Görünüşcə bədənsiz biri də sağlam ola bilərmi? Hal-hazırda steroid qəbul edib fit görünən insanların sayı çox. Amma onun daxili orqanlarını yoxlasanız, ürəyini yoxlasanız, yəni içdən bir növ çürümüş insana bənzəyəcək. Niyə insanlar proteini möcüzə kimi görür? Ümumiyyətlə protein tozundan qorxmağa əsas varmı? Həkimə desən ki, mən zərdab zulalı qəbul edirəm, deyəcək qəbul et. Amma desən protein tozu qəbul edirəm, deyəcək qəti eləmə. Salam, mən Hüseyn Nağim təqdimatında Üzləşmə Plus Abaxus və bugünkü qonağım fitness trener Fövqə Əfəndi. Salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Qısaca özünüzü təqdim edin. Mən Fövqə Əfəndi, həm ODTÜ qida mütəxəssisi məzunu, qida mühəndisi də deyirik buna. Həm də ki, master məşqçi və uzun illər məşqçilik fəaliyyəti ilə bərabər hal-hazırda da artıq 7 ilə yaxındır ki, fitness sahəsində bir sahibkar kimi də fəaliyyət göstərirəm. Yəni fitness zalı və sağlam qidalanma catering şirkətinin təsisçisiyəm. Okay, idmana marağınız uşaq yaşlarından başlayıb yoxsa müəyyən bir hadisə və yaxud məqam bu sahəyə yönləndirməyə səbəb olubmu? Əslində biraz genetik meylliliyim buna səbəb olub, belə deyə bilərdim. Çünki həmişə doğrusu marağımda olub ki, insanın fiziki forması yaxşı görünsün. Hətta elə modelləri görəndə, elə insanları görəndə bir növ qibtə eləyirdi ki, həmin formadadır. Çox az yaşından başlamışam. 12-13 yaşlarında mən idmana başladım. Fitnessa başladım və fitnessa başladıqdan 2 ay sonra yadıma gəlir ki, artıq 20-li yaşlardakı oğlanlar gəlib mənə yaxınlaşırdı ki, bəs bizim də belə çiyin quruluşumuz olsa bizə kifayətdir və yaxud belə bədənimizin. Halbuki mən 13 yaşım var və 2 aydır məşq edirəm. Yəni mənim bu genetik meylliliyim bir növ mənə stimul oldu. Yəni ondan sonra mən elə bil nəticəni daha tez aldığıma görə əslində burada proses insanların idmanla məşğul olma prosesi niyə çətindir? Çünki nəticə biraz uzundur. Nəticəni aldıqdan sonra zaten çox insan bununla davam etmək istəyir. Bu formanı saxlamaq istəyir və yaxud üzərinə qoymaq istəyir. Məndə o nəticə daha qısa müddətdə olmuşdu. Yəni 2 ay müddətində artıq mən nəticə görmüşdüm və ətrafımdakı insanlar da artıq reaksiya bildirirdilər. Halbuki bu normal insanda 6 ay olur. Məndə 2 ayda olmuşdu. Ona görə belə bir maraq yarandı. Artıq həm də güləşlə məşğul idim. Türk liseyində oxuduğuma görə yay aylarında məşğul ola bilirdim sadəcə. Ondan sonra ODTÜ-yə qəbul olduqdan sonra ODTÜ-də artıq davamlı bunu hobbi halına gətirdim və orada da geri dönüşüm daha yaxşı oldu artıq. Çünki il boyu bununla məşğul olurdum və özümü də bu yöndə inkişaf etdirməyə başladım. Çünki həm ixtisasım bununla əlaqəli idi, daha dərinliyini öyrənə bilirdim qidalanmanın. Həm də biraz daha hobbim marağımda olduğuna görə artıq daha idman fiziologiyasını öyrənməyə başladım ki, bunu da tətbiq etdikcə daha yaxşı nəticə aldım. Sonra bir növ bağımlısı oldum. Amma bir çox baxanların da yəqin ki, beynində bir sual əmələ gələr ki, Türk lisey uşağı, sonradan ODTÜ-nün məzunu, amma necəsə gəlib fitness trener olmaq məsələsi var da ki, ixtisasınızı özünüz seçmişdinizmi? Qida mühəndisliyi və dediyim kimi bu liseydə oxuyan uşaqlar, bu ODTÜ kimi tanınmış, belə deyim, Türk Universitetinin birində oxuyan uşağın necə olur ki, gələcəkdə belə bir karyera qurmasını və
belə bir sahədə indi okey, indi nümunə olaraq çoxdur, amma baxsaq bir 15-20 il bundan öncəsinə ki, o vaxtlar bu sahədə bu qədər də böyük pullar yox idi. Yəni bizim ölkədə yox idi ki, Eyni. qərb ölkədə bu qədər pul qazanacaq və uğurlu olacaq və tanınacaq bu sahə üzrə. Necə oldu bu qərar? Əslində elə də asan olmadı. Çünki doğrudan da ODTÜ Universiteti həm reytinq üzrə başlardadır və həm də bitirmək çox çətindir. Yəni siz də bəlkə eşitmisiniz ki, oranı bitirən insanlar belə dahi insan kimi tanınır. Çünki təhsil sistemi özü çətindir orada. Və bitirdikdən sonra artıq sizdən gözlənti də çoxalır. Yəni çətin tərəfi odur. Yəni siz artıq ODTÜ məzunusunuz, özünüzdən də daha çox şey gözləyirsiniz, daha çox maaş gözləyirsiniz, daha yaxşı işlər gözləyirsiniz. Və o sırada mən məzun olduqdan sonra dediyim kimi mən öz ixtisasım üzrə artıq axtarışa başladım. Bayaq da vurğuladığım kimi artıq mən məşğul idim zaten fitnesslə həmin dövrdə bir hobbi olaraq və həmin dövrdə Instagram, sosial şəbəkələrin də yeni başladığı dövr idi və mən də bir növ bu məlumatları paylaşırdım. Yəni öyrəndiklərimi, bildiklərimi Instagramda paylaşırdım və davamlı miflərin üzərinə açırdıq, miflər haqqında danışırdım. Və bu məlumatlar hələ həmin illərdə 99% insan tərəfindən bilinmirdi. Ona görə də daha çox diqqət çəkirdi və o dövrlərdə də artıq kifayət qədər tanınmağa başlamışdım. Və mən Bakıya gəldikdən sonra mən fərqli şirkətlərə CV-mi göndərdim və geri dönüşlər oldu. Halbuki bu geri dönüşlər məni qane eləmədi. Çünki bir dəfə misal üçün müsahibə zamanı mən maaşı soruşdum. Yəni təxmini hansı maaşla başlayacağam. Mənə həmin dövrdə 350 manat maaş dedilər. Təbii dediyim kimi bir ODTÜ-nü bitirmisiniz, gözləntiləriniz yuxarıdır. İngilis dilində səlis danışa bilirsiniz. Yəni bu kimi özəlliklər, bir də yəni özgüvəniniz də yuxarı gəlmisiniz və 350 manat dedikdə mən soruşdum ki, bəs üzr istəyirəm, burada təhsil almayan şəxslər, yəni təhsilə ehtiyac duyulmadan bir növ fəhlə deyə bilərik də buna. Fəhlələr nə qədər qazanır? Və onlar dedi ki, 330 manat. Yəni burada mənim ağlımdakı sualı elə ona da verdim ki, mən o 20 manatı görə yəni təhsil almışam, neçə ildə əziyyət çəkirəm və bu investisiya da əlbəttə xaricdə oxumaq da valideynlərimiz indi bunu qarşılayıb. Ondan sonra artıq başqa yerlərdən də CV-lər gəldi, şirkətlərin adını çəkmək istəmirəm, geri dönüşlər gəldi və onlarda da şəhər xaricində oldu, 500-600 manata təklif eləmək hansısa rayonda. Yəni belə gülməli, absurd idi həmin dövr üçün. Yəni mənə görə. Çünki dediyim kimi gözlənti yuxarı idi və mən bir fitness salonunda məşq edirdim. Həmin dövrdə də mən artıq Bakıda olduğumu elan eləmişdim də sosial şəbəkədən. Mənə davamlı yazırdılar ki, bəs siz harda məşq keçirsiniz, məşq keçəcəksinizsə bizə xəbər eləyin. Qərara gəldim ki, onsuz da mən hələ iş axtarıram, hansısa bir işə başlamamışam. Sınayım. Yəni zaten sevdiyim bir işdir. Həm də artıq bu ixtisas üzrə kifayət qədər bilgiliyəm. Sınayım dedim və həmin sınaq dövrü məndə 2 ay oldu ki, yəni 2 ay başladım bir fitness zalı ilə danışıb orada fəaliyyətə başladım. Mən 2 ay sonra artıq tələbə qəbul edə bilmirdim. Yəni full kapasitə dolu idi artıq məndə və mən artıq başqa məşqçilərə yönləndirirdim ki, mən artıq qəbul edə bilmirəm və qazancım qat-qat yuxarı idi. Yəni təxmini olaraq 3-4 min civarı bir qazanc əldə edirdim həmin məbləğlərlə. Hətta həmin dövrdə məbləğlər çox aşağı idi də. Yəni bir məşqçinin aldığı məbləğ çox aşağı idi. Ondan sonra qərara gəldim ki, əgər mən öz peşəm üzrə işləsəm, mənim gələ biləcəyim səviyyə məni qane etmir. Yəni mən orada baş mühəndis belə olsam, baş texnoloq belə olsam, oradakı maaşlar bəlli idi həmin dövrdə 1000 manat, 1200 manat idi. Siz xaricdən mütəxəssis gətirəndə bəli ona verirdilər 7000, 8000 qalma xərcləri falan filan, amma siz dırnaqarası xarici deyilsiniz. Yəni İtalyan adınız yoxdur. Ona görə sizə maaş veriləcək 1000 manat. Mən də buna absurd baxırdım, çünki İtaliyanın 90% universitetindən daha güclü universiteti bitirmişdim. Yəni təbii ki, o insana bir növ özgüvənini də salır ki, yəni həm də qiymət verilməyəndə həmin sahədə işləmək istəmirsən. Bütün sahələrdə zaten indi belədir. Eynən. Ona görə mən qərara gəldim ki, fitness sahəsi ilə davam edim və bu yöndə artıq işləməyə başladım ki,
daha qazanclı, daha sevdiyim işlə hal-hazırda da yəni heç də peşman deyiləm. Yəni bu sahəyə yönləndiyim üçün. Fitness və tibb münasibətləri. Niyə bəzən trenerlərlə həkimlər, xüsusən də nutrisioloqlar arasında fikir ayrılıqları olur və tibb və fitness niyə tez-tez zidd mövqedə çıxış edirlər? Əslində doğrudan da absurddur, çünki fitness tərcümədən sağlamlıq deməkdir. Yəni buna zidd çıxış eləmək bir həkimə yaraşmaz. Yəni demək ki, fitness sağlamlığınıza zərərdir. Yəni sağlamlıq mənasına gələn bir şey sizə necə zərər ola bilər? Burada əslində problem mənim müşahidə etdiyim hər iki sektorda öz sahəsinin mütəxəssis olmayan insanlardır. Biz hər xalat geyinənə həkim deyirik, təəssüf ki, və hər forması olana da məşqçi deyirik. Belə bir problem var. Çünki həmin xalat geyən insan, mənim də bugünkü gündə nə qədər həkim dostum var, bizim zalda məşq edirlər. Biz davamlı kontaktdayıq, elə olur. Mən onlardan bəlli məsləhətlər alıram öz sahələri üzrə. Elə olur, onlar məndən məsləhət alırlar mənim sahəm üzrə. Yəni bunlar çünki fərqli sahələrdir və fərqli sahədəki fərqli mütəxəssislər bunu anlaya bilir. Amma təəssüf ki, bir savadsız həkim və yaxud özünə həkim deyən şəxs çıxıb bugünkü gün fitness haqqında bilmədiyi və özünün sahəsinə xas olmayan məlumatları paylaşmağa çalışır və bir növ diqqət çəkməyə çalışır. Bunu bir növ mən həkimlərin ixtisasları arasındakı fərqlə də müqayisə edə bilərəm ki, misal üçün diş həkimi ürək-damar xəstəliklərindən söhbət edir. Yəni onların elə bir haqqı yoxdursa, sizin hansısa cərrahın qalxıb qidalanma haqqında və yaxud da qida əlavələri haqqında danışmağı absurddur. Çünki həmin insanın peşəsi deyil, qida əlavələri haqqında məlumatı yoxdur. Həmin qidaların tərkibi haqqında məlumatı yoxdur, necə əldə edildiyi haqqında məlumatı yoxdur. Amma rahatlıqla çıxıb fikir bildirə bilir və insanları da çaşdıran odur ki, bu ağ xalat olduqdan sonra bir həkim adının ağırlığı var. Ona görə də elə onlara inanırlar və bu biraz da ajitaj yaratma məqsəddə olur ki, filan şey öldürür, filan şey zərərlidir, filan şey belə edir. Amma heç bir istinadı olmur və arxa planda baxırsınız ki, bu məlumatın arxasında hər hansısa bir referans və yaxud istinad yoxdur. Bəlkə onların qorxduqları başqa şeydir. Onlar həkimlər düşündüyü məsələ odur ki, ölkədə sizin kimi məsəl üçün ixtisaslaşmış və bu sahəni dərindən bilən trenerlərin az olması və bir çox hallarda insanların özü gedib öz başına bunu etmələri, özü internetdən oxuyub da, GPT-dən soruşub da nəyisə almaları və buna həyatlarındakı əks təsirləri. Əlbəttə ki, bir ixtisaslaşmış mütəxəssisdən soruşmasa, bunun xeyrindən daha çox ziyanı da ola bilər və həkimlərin bəlkə qorxduğu tərəf daha çox budur. Və ölkədə nə vəziyyətdədir hal-hazırda? Bunu da suala əlavə edeyim ki, ölkədə hal-hazırda bu vəziyyət nə yerdədir, nə qədər belə bir ixtisaslaşmış insanlar var? Əslində sayısı çox azdır ixtisaslaşmış insanların. Bu həm sertifikat yönündən ola bilər, həm diplom yönündən ola bilər, həm də sertifikatı diploma olub məlumatı olmayan yöndən ola bilər. Təbii ki, bu ola bilər bəzi həkimləri qorxudur və həkimlər buna istinadən deyirlər ki, məşqçilər düzgün etmir, düzgün yönləndirmir. Onlara da haqq vermək olar, amma bir növ məşqçiləri qınamaq, biraz ümumiləşdirmək kimi olardı. Biz orada əsas problemi həmin qidaları ümumiləşdirib qınamaq olur. Yəni həmin misal üçün protein tozları zərərlidir demək. Ümumi bir ad qoymaq. Ümumi bir ad qoymaq. Yəni kimin üçün zərərlidir onu demədən ümumi bir ad çəkib və həmin qidanın zərərli olduğu haqqında məlumat vermək və yaxud idman zərərlidir. Ağırlıq idmanı zərərlidir. Yəni bu kimə zərərlidir? Ağırlıq idmanı bugünkü gündə ən çox araşdırılan və uzun ömürlülüyün sirlərindən biri kimi aşkarlanmış bir idman növüdür. Əzələ, insanın bədənində olan əzələ qədər insanın ömrü hətta var deyirlər. Yəni əzələ nə qədər çoxdursa, daha uzun ömürlü olacaqsan. Çünki əzələ özü bir növ sizi qamətinizi düz saxlayır, sizi daha çox hərəkət etməyə sövq edir. Hərəkətli olan insan da daha çox uzun yaşaya bilən insandır. Və bunları
bildikdə, yəni bu məqalələri oxuduqda, bu araşdırmaları oxuduqda bizim hansısa 80-70 yaşında bir həkimin çıxıb belə bir fikir söyləməyə insana gülməli gəlir. Çünki o artıq çox geri dövrdə qalıb və ancaq öz subyektiv fikrini bildirir. Burada isə tibb elmində ümumiyyətlə subyektiv fikir keçərsiz və etik də deyil. Yəni birinin sağlamlığı haqqında sizin subyektiv fikir söyləməyiniz etik deyil və zamanla bu hansısa insanın həyatında daha pis yön verə bilər. Ona görə biz həmişə istinadən deyirik və bu bizim subyektiv fikrimiz sadəcə bizə qala bilər və öz aramızda kimləsə mübahisə edə bilərik, amma bunu çıxıb efirdə və yaxud podkastda subyektiv fikrimizi deməyimiz etik deyil. Və bugünkü gün təəssüflər olsun ki, bu subyektiv fikirlər həkimlər tərəfindən çox səslənir və problem də ondadır, mənə elə gəlir. Biz Azərbaycanda trener reallıqlarını götürsək, sizcə trenerlərin neçə faizi real sertifikatları var və neçə faizi Instagram müəllimidir? Yəni çox böyük faizi Instagram müəllimidir. Çünki bir sahibkar kimi də mənim ən böyük çətinliklərimdən biri savadlı, mütəxəssis məşqçi tapa bilməkdir. Bunu mən 8 ildir bu çətinliyi yaşayıram və bu çətinlik səbəbindən mən artıq məşqçilərimi özüm yetişdirməyə başlamışam. Çünki yanıma insanlar müsahibəyə gəlir, CV göndərirlər, hardasa məşqçidirlər, tələbələri var, Instagramda tanınırlar. 10 təməl sual verirəm. Təməl, yəni bəlkə də bu idman edən şəxs, normal idman edən şəxs bu 10 sualdan 5-nə cavab verə bilər. Halbuki həmin adam 9-dan cavab verə bilmir. Birinə cavab verər və yaxud maksimum 2-sinə. Yəni mən belə təəccüblə qalıram ki, sən təməl sualları belə bilmirsən. Ki bunu sən necə insanlara məşq keçirsən? Bu məsuliyyəti necə üzərinə götürürsən? Ümumiyyətlə özünə necə bir peşə kimi görürsən ki, mən bu məşqçiyəm, bu adı özümə qoymuşam, amma bu sualların cavabını bilmirəm. Ona görə bu indiki dövrdə çox böyük problemdir. Sertifikat qurumları Azərbaycanda azdır və xaricdən gəlirlər. Hətta mən öncül olmuşam. Bəzi sertifikat qurumlarını Azərbaycana gətirməkdə, indinin özündə də mütəxəssisləri gətirməyə çalışıram. Halbuki bunu məşqçilər özlərini inkişaf etdirmək üçün bəlli bir vəsait və ya vaxt ayırmırlar. Bu pul onları çaşdırır. İnsanların bir növü bilinçsiz olmağı onları çaşdırır. Amma halbuki bu zamanla süni intellektin də inkişaf eləməklə artıq elə bir dövr yaranır ki, məşqçilərdən savad tələb olunur. Çünki siz rahatlıqla bugün mənə sual verib 2 dəqiqə sonra ChatGPT-dən soruşa bilərsiniz. Və bunlar üst-üstə düşmədikdə artıq sizin ağlınızda başqa suallar yaranacaq. Amma GPT hal-hazırda tam doğru məlumatı verir deyə də bir şey yoxdur axı. Yəni mən deməyim də insanlar məsəl üçün kim ki gəncdir və fərqi yoxdur gənc olub olmadığı, hətta fitnesslə məşğul olmaq istəyir və indi bizim bildiyimiz yüzlərlə proqramlar, hansı ki hətta yeni son 1-2 ildə çıxan yeni daha proqramlar, hansı ki süni intellekt əsaslı bu çalışırlar. Bunlara nə qədər etibar eləyə bilərlər ki, trenerin yerinə sırf bu proqramlarla ya evdə, ya hansısa bir zalda məşqə getsin. Nə qədər bu etibarlıdır? Demək olar heç etibarlı deyil. Mənim süni intellektdən, yəni vurğuladığım, süni intellektdən siz təməl şeyləri soruşa bilərsiniz. Misal üçün, toyuğun kalorisi nə qədərdir? Misal üçün, ya da qol əzələlərimiz hansı funksiyalarla işləyir? Yəni bunlar təməl suallar. Bunlar təməl suallardır, bəli. Və bunlar həmin ChatGPT misal üçün istinad edir və həmin məlumatı daha rahat əldə edir. Amma orada artıq proqram tərtib etmə və yaxud müalicə, bu kimi fərdi yanaşılacaq mövzularda artıq doğrudan da çox zəifdir indiki dövrdə və insanlar da onlara inanmamalıdır. Çünki o fərdi yanaşmanı edə bilmir. O hansısa məlumatı hardansa alır və sizlə paylaşır. Ona görə sizi analiz etməyi, sizi ətraflı bilməyi, bəlli sorğulardan keçirtməyi, ən azından birə-birdə kontakt qurmağı, bu kimi fəaliyyətləri olmadığına görə onun qurduğu proqramlar, onun qurduğu qida rasionları 99% keçərsiz sayılır. Və təbii ki, nəzərə alsaq ki, bizim savada olmayan məşqçilərin yazdığı qida rasionu ilə ChatGPT-nin qida rasionu arasında fərq elə də böyük deyil təbii ki. Yəni
dediyim kimi bir mütəxəssislə ChatGPT-ni müqayisə etmək olmaz. Yəni bir mütəxəssisə doğrudan da danışmadan, ondan məsləhətləşməmiş ChatGPT-nin hal-hazırda verdiyi qida rasionu, məşq proqramı həqiqətən də effektiv olmayacaq və o halüsinasiya görürsə ChatGPT sizi başqa yerlərə yönləndirəcək və siz zədələnə də bilərsiniz. Siz sağlamlığınıza zərər də vura bilərsiniz. Siz effektinizi, geri dönüş olan effektinizi gecikdirə bilərsiniz. Ona görə daha çox mütəxəssisə yönlənmək, yəni doğru mütəxəssis seçib onun proqramı ilə davam etmək məsləhət görürəm. Trenerlərin bilgisizliyini ən çox nədə görürsünüz? Ağırlıq yükləməsində, fərdi yanaşmada, yoxsa tibbi bilik çatışmamazlığında və ümumiyyətlə savadlı trener minimum hansı tibb biliklərə sahib olmalıdır? Tibbi bilik dedikdə əslində bu tam tibbi bilikləri nəzərdə tutmuruq biz. Burada təməl anatomiyadır, idman fiziologiyasıdır və qidalanma haqqında məlumatlardır ki, bunlara ən azından təməl olaraq sahib olmalıdır. Ondan sonra artıq fərdi yanaşma bir insan edə bilər. Əgər teorik olaraq bir şey dərindən başa düşürsünüzsə, onda sizin daha rahat fərdi yanaşma etməyiniz mümkün olur. Halbuki bizdə ən böyük problem hal-hazırda budur. Yəni teorik olaraq təməldə biz çox şey bilmirik və yaxud da anlamamışıq. Sadəcə əzbərə məşqçimizdən götürdüyümüz proqramla məşqçi olmuşuq və yaxud YouTube-dan götürdüyümüz proqramla, hansısa influencerın proqramıyla məşqçi olmuşuq. Qida rasionunu isə copy-paste, hardansa köçürmə internetdən ola bilər və yaxud da şablon eşitdiyimiz düyü toyuq, düyü qarabaşaq, bu diyet ola bilər. Yəni bu şablonları götürüb biz hamıya veririksə, bu artıq problemdir. Ona görə də bizim hal-hazırda ən böyük problemimiz savadın yetərincə olmamağı, teorik bilgilərin dərindən öyrənilməməsi və fərdi yanaşmağın olmamağıdır. Biraz da zallarda ölüm və infarktlardan danışmaq istəyirəm. Son illərdə zallarda yaşanan ölüm hallarının əsas səbəbi nədir və sizcə zallar müştərilərindən sağlamlıq arayışı tələb etməlidirmi? Azərbaycanda bu realdırmı? Əslinə qalanda bu ölüm hadisələri son zamanlar çoxalmayıb. Sadəcə bəlli səbəblərə görə, daha çox geri dönüş olduğuna görə daha çox qabardılır. Bu günlərdə fikir versəz, yanğın hadisələri daha çox qabardılır. Koronavirus dövründə də korona məlumatları, qorxu məlumatları daha çox yayılırdı. Yəni bu ölüm hadisələri həmişə olub və hər yerdə baş verir. Bu sadəcə bir təsadüfdür. Çünki Amerikada aparılmış statistika var idi. 70% ürək dayanmaları, yəni gizli ürək dayanmalı, infarkt hadisələri evdə baş verir. Bu demək deyil ki, evə getməyin. Yəni bu bir təsadüfdir, hər yerdə olur, maşında olur. İdman zalında olduqda bu bir növ artıq reklam üçün əlverişli bir mühitdir orada. Çünki idman ürək damar xəstəliklərini araşdırma da bunu göstərir ki, 30-40%-ə qədər azaldır yoluxma riskini. Və bu bir-birinə əks olan sağlamlıq üçün etdiyimiz idman yerində ölüm hadisəsi olanda artıq bu anormallıq daha çox reklam gətirir. Ona görə bu daha çox qabardılır və qabardıldığına görə də belə bir təəssürat yaranır ki, idman zərərlidir, idman öldürür, belə. Amma halbuki belə deyil. İdman ürək-damar xəstəliklərinin qarşısını almaq üçün önəmli ünsürlərdən biridir. Arayışa gəldikdə isə biz arayış istəmirik, amma sorğu keçirdirik. Çünki arayış bir növ müştərini qaçırdır. Bizim insanımız biraz tənbəllik edir və bu xaricdə də belədir. Yəni hər fitness mərkəzi arayış tələb etmir. Çünki hər insan öz sağlamlığının fərqində olmalıdır. Yəni sizə bu gün restoranda heç kim tələb eləmirsə ki, siz arayış gətirin. Yəni çünki siz diabet xəstəsi olsaz, orada şirniyyat sizə versələr, komaya düşə bilərsiniz. Yəni arayış tələb eləmirlər də, amma eynisi də bizdə. Amma sorğu keçirdirik və həmin sorğunun əsasında artıq həmin insana ya həkimi ilə məsləhətləşməyi, həkimdən icazə almağı, ondan sonra artıq idmana başlamağını tövsiyə edirik. Sonrasında artıq məşqçinin üzərinə yük düşür və məşqçi bəlli bir sorğudan keçirdir. Pre-exercise screeningdən sonra bəlli sualları verdikdən sonra həmin insanın risk qrupuna bölür. Həmin riskə görə də artıq həmin müştərinin proqramını formalaşdırır. Təcrübənizdə şahid olduğunuz zallarda ən təhlükəli hal hansı olub?
Əslində mən neçə illərdir məşqçi kimi fəaliyyət göstərirəm. Bir dəfə də ölüm hadisəsi ilə qarşılaşmamışam. Təbii ki, bu təsadüfdür. Yəni elə bir hal baş verməyib, amma komaya düşən olub və bu diabet xəstələrində müşahidə olunur daha çox. Ən qəribə hal belə olub, yəni və onu ayıltmağa çalışmışıq bir müddət. Başqa belə xatırlamıram. Yəni belə panik ataklar olur. Bu günlərdə belə daha dəbdədə elə bil günün dəb xəstəliyidir. Ona görə panik ataklar olur bəzi müştərilərdə. Onları sakitləşdirib daha belə normal vəziyyətə gətirməyə çalışırıq. Təzyiq problemləri olan insanlar olur, amma dediyim kimi bu çox baş vermir. Bizim yaşlı nəsil də əslində bir növ idmana çox vaxt ayırmadığına görədir bəlkə də bu. Çünki yaşlı nəsil olduğu təqdirdə daha çox ehtimal var ki, belə bir problem yaşansın zallarda, amma belə ümumi nəzərə aldıqda sadəcə bunlar baş verib. Son vaxtlar eşitdiyim ən belə qəribə şeylərdən biri də 8 yumurta, 3 dənə toyuq döşəti diyeti. Gündə bu qədər zülal və yağ qəbulunun orqanizmə real təsirləri nədir? Böyrəklər, qaraciyər, ürək, damar sistemi, hormon balansı və həzm sisteminə hansı riskləri yaradır bunlar? Əslinə qalanda zülallı qidalanmanın çox böyük riskləri yoxdur. Əgər vurğuladığınız kimi hər hansısa bir xəstəliyi yoxdursa, böyrəklərində hər hansısa bir problemi yoxdursa, zülal öncəlikli bizim makro qidamızdır ki, bir həyata əhəmiyyəti var. Çünki bütün toxumalarımız zülaldan ibarətdir. Demək olar ki, gündəlik aktivliyimizdə, gündəlik fəaliyyətimizdə, immun sistemimizdə xəstəliklərə qarşı mübarizə apardıqda zülal çox əhəmiyyətlidir bizim üçün. Ona görə zülallı qidalanmaq elə də pis bir şey deyil. Təbii ki, hər şeyin bir həddi var. Həddi aşdıqdan sonra artıq onun yan fəsadları ola bilər. Bəzən bunu aşırlar. Yəni ehtiyacdan daha çoxunu istifadə edirlər. Amma bu idmançılarda daha çox ehtiyac olduğuna görə normal insanlara görə bizim daha çox qəbul etməyimiz normaldır. Çünki bizdə bəlli əzələ toxumalarında zədələr deyirik biz ona, mikrozədələr. Yəni həmin əzələ toxumasının bərpası və böyüməsi üçün bir protein sintezi olunur və protein həmin zülal biz qəbul etməliyik ki, həmin əzələlərimiz bərpa olsun, böyüsün. Ona görə də həmin zülalın qəbulu şərtdir bizim üçün, daha çox qəbulu. Müqayisə etdikdə isə bu həyat tərzini, misal üçün qarabaşaq, toyuq, təbii ki, burada qida rasionu düzgün tərtib olunmalıdır ki, və fərqli qidalar da, sağlıqlı qidalar da rasionda olmalıdır ki, orada mikro qidaların çatışmazlığı olmasın. Fərqli qidalardan seçdiyimiz təqdirdə fərqli vitaminlər, minerallar əldə edirik və hər hansısa bir problem yaranmır. Amma bunu müqayisə etsək ki, hər gün pizza yeməklə toyuq filesi və düyü yemək arasında fərq təbii ki, toyuq filə və düyü yemək qat-qat daha sağlıqlıdır. Əlbəttə ki, yediyiniz pizzanın tərkibindəki trans yağlar, digər qatılan hissə verilmiş məhsullar, kanserogenik sayılır hissə verilmiş məhsulların çoxu, səska, kalbasa, bu kimi qidalar, un məmulatları, yəni bunları nəzərə aldıqda, yəni əlbəttə ki, tərəziyə qoysaq, o şablon bizim fikirləşdiyimiz o düyü toyuq diyeti belə ondan daha faydalıdır. Azərbaycanda yayılan fitness mifləri, ən çox rast gəldiyiniz yanlış inanclar hansılardır? Təəssüf ki, belə bir inanc var. Bu inancı əslində yaradan həm diyetoloqlar, həm məşqçilərdir. Çünki onlar çox radikal danışırlar. Yəni radikal dedikdə nəyi nəzərdə tuturam? Şirniyyat yeməyin. Yəni bunu siz deyirsinizsə, bunu siz də eləməlisiniz. Əgər birinə deyirsinizsə ki, şirniyyat yeməyin, özünüz də yeməməlisiniz. Amma miqdarında yeyin deyirsinizsə, sabah siz də yeyəndə heç kim sizə heç nə deməyəcək. Düzdür də yəqin ki. Və ona görə də burada bir absurd çıxışlar var, radikal çıxışlar var və bu radikal çıxışlar da əslində insanları soyudur sağlam qidalanmadan, sağlam həyatdan. Çünki heç bir məşqçi bütün günü, yəni bütün il boyu düyü, toyuğun filesini yemir və ya xiyar yemir və yaxud da diyetoloq. Yəni diyetoloqlara baxın, yəni normal pasiyentindən daha kökdür bugünkü gün. Hərdən adam utanır, yəni baxır onun yerinə. Yəni bilirsiniz, orada əsas diyetdə məqsəd bir şeyi qadağa qoymaq deyil. Yəni insanı bütün həyatından izolə eləmək, dostlarından izolə eləmək, yəni bütün insanın xoşbəxt olacağı şeylərdən izolə edib bir mağaraya salıb o adam mağara adamı kimi həyatına davam eləməyə məcbur eləmək deyil. Zaten bunu heç kim eləmir. Ona görə diyetlərin
böyük əksəriyyəti 2 ay, 3 ay sonra uğursuz olur. Bizim də elə həmişə vurğuladığımız odur ki, ən yaxşı diyet uzun müddət saxlaya biləcəyin, yəni həyat tərzi eləyə biləcəyin diyet növüdür. Yəni siz bunu 3 ay eləyib sonra eləyə bilmirsinizsə, bu uğursuz diyetdir. Yəni elə bir diyet olmalıdır ki, siz bunu həyat tərzi eləyəsiniz. Yəni yeri gələndə xincal yeyəsiniz, yeri gələndə biraz şokolad yeyəsiniz, yeri gələndə hansısa bir qidanı da yeyə biləsiniz. Yəni bunu bəlli bir faizlərlə. Bəs belə bir rəqəm varmı ki, sağlam qalmaq üçün bir həftə ərzində real olaraq neçə gün idman etməliyik? Əslində Dünya Sağlıq Təşkilatının bizə tövsiyə elədiyi minimal rəqəm var. Bu minimal rəqəm həftə boyunca 45 dəqiqədir. Yəni siz 45 dəqiqə əslində fiziki idmanla məşğul olsanız əzələlərinizi qoruya bilərsiniz. Yəni bir idman belə, həftədə bir dəfə idman belə sizin əzələnizin inkişafına və yaş artdıqca atrofiyanın qarşısını ala bilər. Yəni əzələ əriməsinin qarşısını ala bilər ağırlıq idmanı. Ürək-damar xəstəlikləri üçün də 45 dəqiqəlik bəlkə sizin yürüyüşünüz həmin riski xeyli azalda bilər. Yəni həftədə 2 dəfə, 3 dəfə etmək və tövsiyə olunan da budur. Ona görə də elə də böyük bir vaxta ehtiyacımız yoxdur bizim sağlam olmaq üçün. Təbii ki, bu artıq sizin seçiminizdir. Mən əzələmi qorumaq mı istəyirəm, yoxsa inkişaf elətdirmək mi istəyirəm? İnkişaf elətdirmək istəyirəm, biraz daha çox vaxt sərf eləməlisiniz. Ona görə də insanlar bugünkü gün deyəndə ki, mənim sağlamlığıma və yaxud fitnessə ayıracaq vaxtım yoxdur. Sosial şəbəkədə 7 saat, 8 saat vaxt keçirdən insanın bunun deməsi gülünc səslənir. Ona görə də prioritet kimi sağlamlığını ön plana almayan insana artıq biz nəyisə vadar edə bilmirik. Amma o məlumat həqiqətən də önəmlidir ki, biz 45 dəqiqə ilə belə sağlam yaşlana bilərik. Sağlamlığı hansı indeks əsasında ölçmək olar? Görünüşcə bədənsiz biri də sağlam ola bilərmi? Əlbəttə, sağlam görünüş dedikdə biz buna cavab verə bilərik, amma sağlamlığı tam görünüşlə bir növ bağlaya bilmərik. Yəni bir insan fit görünə bilər, hal-hazırda steroid qəbul edib fit görünən insanların sayı çoxdur. Amma onun daxili orqanlarını yoxlasanız, ürəyini yoxlasanız, yəni içdən bir növ çürümüş insana bənzəyəcək. Yəni ona görə biz bu vizual olaraq çox dəyərləndirə bilmirik. Vizual olaraq nə vaxt dəyərləndiririk? Artıq bəlli bir bədən kütlə indeksi var misal üçün. O indeksdə biz analiz edirik boyun çəkiyə nisbəti ilə və biz orada baxırıq ki, həmin insan obezdirmi? Bəlli bir faizin üzərində yağlığı varsa, artıq həmin insanın risk ehtimalı gələcəkdə xəstəliklərə yoluxma risk ehtimalı daha yuxarı olur. Ürək-damar xəstəlikləri, psixososial xəstəliklərə yoluxma riski və həmin yoluxduqdan sonra hətta həyatda gözləntisi, yəni onların da bəlli bir müalicə müddətləri var. Onları da siz görsəniz, misal üçün hansısa psixososialiyə, xərçəng xəstəliyinə yoluxmuş bir insan artıq çəkilidirsə, misal üçün 2-0 geridən başlayır. Onun müalicəsi daha çətin olur. Ona görə həmin xəstəliklərdə də bir növ survive eləmək ehtimalı da azalır. Ona görə biz belə vizual olaraq baxdıqda insan normal çəkidədirsə, bir növ 1-0 öndədir deyirik buna. Amma özünüzü güzgüdə gördüyünüz formanız, bəyəndiyiniz formanız elə ən gözəl indeksdir. Yəni əgər özünüzü zaten siz güzgüdə bəyənmirsinizsə, deməli sizdə nəsə problem var. Yəni sağlamlığınızda da bir növ problem olacaq, yoxdursa. Amma elə güzgü ən yaxşı göstəricidir. Biraz istərdim proteinlərdən danışaq və niyə insanlar proteini möcüzə kimi görür? Ümumiyyətlə protein tozundan qorxmağa əsas varmı? Protein tozu ümumiyyətlə belə dedikdə biraz qorxulu səslənir bəziləri tərəfindən. Çünki xarici kəlmədir, ingiliscədən gələn sözdür. Zərdab zülalı desək, insanlar bunu bir müalicəvi bir məhsul kimi görəcəklər. Yəni həkimə desən ki, mən zərdab zülalı qəbul edirəm, deyəcək qəbul et. Amma desən protein tozu qəbul edirəm, deyəcək qəti eləmə. Çünki dediyim kimi bu adın çaşdırıcılığı da var insanların üzərində, protein tozu. Yəni bu bir növ çətin adların insanları qorxuzmağı kimidir. Yəni bu gün desəm ki, tartarik turşusu var, həmin qidanın tərkibində, misal üçün triptofan, amin turşusu var. Yəni bunlar var, bunlar zərərlidir, bəlkə bir adam qorxar. Halbuki söhbət banandan gedir. Yəni bananın tərkibində olan şeyləri saydım sizə.
Halbuki bunlar da ziyanlı deyil. Amma adama qorxuducu gəlir də sizin tanış olmadığınız bir maddə adı çəkilir orada. Siz artıq belə qorxursunuz ki, ay Allah, bu nədir? Yəni indi bu protein tozu da bir növ elədir və həkimlər də bu haqqda məlumatsızdır və bunu hərdən çoxları steroidlə qarışdırırlar və qarışdırdıqlarına görə zərərli olduğunu iddia edirlər. Halbuki az öncə də vurğuladığımız kimi biz istinad edib nəyəsə, hansı məqalələrə, elmi araşdırmalara, ona görə biz deyə bilirik ki, zərərlidir ya yox. Mən bu dəqiqə subyektiv fikrimi demirəm. Obyektiv olaraq yüzlərlə protein tozu haqqında araşdırma var və mən bir qida mütəxəssisi kimi həmin protein tozunun necə əldə olunduğunu bilirəm. Sizə də burada deyim, izləyənlərə də deyim. Öncəliklə pendiri əldə etmək üçün biz südü mayalandırırıq və süd qatlaşdıqca oradan bəlli bir su süzülür. Və pendir əldə olunanda o suyu ki biz süzürük, həmin su əslində bir zülal tərkibli sudur. Və südün tərkibində olan bir zulaldır bu. Vey zulalı, zərdab zulalı. Digəri isə kazeindir, pendirin tərkibində qalır. Və həmin vey, bizim də o bankaların üstündə, protein tozlarının üstündə gördüyümüz o vey həmin su ilə bərabər ayrılır. Ondan sonra artıq suyu quruduruq. Suyu qurutduqdan sonra toz halında həmin zulal qalır və həmin zulal çox pis dad verir. Yəni sırf saf həmin zulalı qəbul etmək istəsəz, motal pendirinin iyi verir, yəni belə deyim sizə. Yəni həmin qoxu da belə iticidir, onu heç kim içə bilməz. Hətta protein tozlarını uzun müddət istidən sonra yumasınlar, qabı orada saxlasınlar, həmin iyi hiss eləyəcəklər özləri də. Ona görə həmin su sadəcə qurudulduqdan sonra, toz halına gətirildikdən sonra bəlli dadlandırıcılar var ki, bunlar bütün qidalarda bugünkü gün istifadə olunur. Şəkər əvəz edicilər və hər hansısa dadlar, kakao dadı, vanil dadı, bu dadlandırıcılar qatılır, bizə təqdim olunur. Yəni burada absurd, qorxulu, yəni bundan nə qədər qorxuruqsa, biz pendirdən də o qədər qorxmalıyıq o zaman. Yəni bir adam deyirsə ki, vey, zərdab zulalı ziyanlıdır, o zaman o adam deməlidir ki, pendir zulalı ziyanlıdır və yaxud o istər-istəməz elə deyir ki, südün zulalı zərərlidir. Çünki bu südün zulalıdır. Steroidlər və steroidlərin psixoloji asılılığı. Bəzi insanlar nəticə dayananda steroidlərə keçir və böyük bədənə həddindən artıq tez bir müddətdə çatmaq istəkləri və belə deyim, buna bağlanmaları. Risklər nələrdir və sizin yanınıza gələn müştərilərin belə bir istəyi olduğu halda nələr məsləhət görürsünüz və edirsinizmi bunu? Ümumiyyətlə bunu düşünən şəxslər öncəliklə bu haqqda məlumatsız olduqlarına görə bu haqqda biz onlara məlumat veririk və həmişə onu aşılamağa çalışırıq ki, sağlıqsız yöndə alacağımız qısa nəticələr qalıcı deyil və hətta sağlamlığınızda qalıcı yan təsirlər törədə bilər. Həm də onlara söyləyirik ki, bir dəfə edəcəyiniz bu kurslar, bu steroidlə bağlı edəcəyiniz kurslar davamında sizi onlara bağlaya bilər və siz asılı vəziyyətə düşə bilərsiniz həmin kurslardan. Ondan sonra artıq yan fəsadları daha da çoxala bilər. Zamanla buna alışıb, zamanla yan təsirləri daha çox hiss edəcəksiniz. Ondan sonra artıq bunun geri dönüşü də bir o qədər çətin olacaq. Amma siz müştərilərinizə belə bir istək olanda eləmirsiniz? Yox, belə bir istək olanda mən şəxsim adına dediyim kimi biz əslində bir sağlamlığın keşiyində duran insanlarıq. Yəni insanların belə sağlam olmağı üçün bu peşədəyik. Onların sağlamlığına zərər verən vərdişləri bizim yanımızda etmələrinə bir növ özümüz, vicdanımız əl vermir. Ona görə də onları ya endokrinoloqa yönləndiririk, gedin onunla məsləhətləşin, gedin onunla danışın və yaxud da digər zallarda kifayət qədər insan var ki, bu işlə məşğuldur. Gedin onlarla məsləhətləşin. Bu işə yenidən başlasaydınız, haradan və necə başlayardınız və ümumiyyətlə Azərbaycanda fitness sektorun gələcəyini necə görürsünüz? Böyüyən bazardır, yoxsa həmişə kiçik qalacaq? Dünyada bu sektor böyüməkdədir, hər il böyüyür. Bu bir növ insanların daha çox sağlam yaşama, sağlam yaşlanma və uzun ömürlük sirri kimi görüldüyünə görə idmana daha çox üst tuturlar, fitnessa daha çox üst tuturlar
və hətta belə bir araşdırma var idi ki, yeni generasiya, Z gen dediyimiz generasiya artıq içməyə deyil də, idman etməyə daha çox meyllidir. Yəni əvvəlki generasiyalara görə daha az içirlər. Bu bir növ tendensiyadır artıq və insanlar sağlamlığına daha çox üstünlük verməyə başlayıblar, çünki daha çox məlumatlıdırlar. Artıq süni intellekt, artıq texnologiya dövrü artdıqca bu məlumatlar daha rahat əlçatan olur. Ona görə bu sektor böyüyəcək. Təbii ki, Azərbaycanda bu sektor daha gec böyüyür. Bu da bir növ insanların prioritet olaraq idmanı, sağlamlığı ön plana çəkmədikləridir. Amma zamanla bu tendensiya Azərbaycana da gələcək və insanlar ancaq görünüşləri üçün yox, sağlamlığı üçün də idmana vaxt ayırmağa başlayacaqlar və fitness sektoruna da təbii ki, bu təsir edəcək. Əslində dediyinizdə haqq var. Z nəslinin daha çox fitnessdə hype tutması daha çoxdur, nəinki biz və ya bizdən daha yuxarı nəsillərin yeyib içməkdə çəkilən şəkillərin paylaşılması və oradakı olan ortamlar daha çox olması əslində sevindiricidir. Məncə internetin daha yaxşı təsirlərinin biri də budur ki, belə maariflənmələr, görmələr, istəmələr, əvvəl gördükləri yeyib içmək idisə, çünki evdə belə yeyib içməyi görürdü. Görmədiyi bir şey də deyil idi. Yəni televizorda görməz. Evdə hər ad günü, qonaqlıq, yeyib içmək, toylar, ad günləri indi gördükləri bir şeydirsə, onların sevdiyi və hype olduğu bir mövzuya çevrilir. Biraz da zal sahibkarlığından danışaq. Çətinlikləri Azərbaycanda nələrdir? Az öncə vurğuladığım kimi prioritet olmadığına görə sağlamlıq və fitness, idman etmək də belə bir prioritet deyil insanlar üçün və hər hansısa bir iqtisadi çətinlikdə, maliyyə çatışmamazlığında və yaxud hər hansısa bir stres dövründə ilk öncə sıradan çıxardıqları fitness olur, idman olur. Halbuki tam tərsi olmalıdır. İnsanlar dediyim kimi yeyib içməyini azaltmır. Gündəlik paltarları brendlərə, bahalı brendlərə xərclədikləri qiymətləri çox olmağına baxmayaraq onları azaltmırlar, amma sağlamlıqlarına ayırdığı maddiyyatı azaltmağa başlayırlar. Birinci çətinliyi mənə elə gəlir ki, budur. İkinci çətinliyi bu sahədə belə deyim, mütəxəssis olmayan, işlətmə bacarıqları, ümumiyyətlə bu sahədən anlayışı olmayan insanların da bu sahəyə başlamağıdır. Bir biznes planı olmadan bu sahəyə girən nə qədər adam tanıyıram mən. Sahibkarlıqdan uzaq ümumiyyətlə. Bəli, sahibkarlıqdan uzaq, hansısa biraz məşqçilik fəaliyyəti göstərib ondan sonra mən sahibkar olmaq istəyirəm deyib, hansısa investisiya tapıb ondan sonra sahibkar olan insanlardır ki, bunlar biraz çətinlik törədirlər. Çünki sağlam rəqabət həmişə yaxşıdır. Bunu mən də sevirəm, çünki daim inkişafa gətirib çıxardır və siz rəqabətdən dolayı daha yaxşı xidmət göstərməyə başlayırsınız. Halbuki burada sağlam rəqabət dedikdə qiymət rəqabəti nəzərdə tutmuruq. Belə şəxslər də, bacarıqsız, səriştəsiz şəxslər də bu işlətmələrə başladıqda, bu biznesə başladıqda artıq bu biznesdə var olmaq üçün bir yerdən sonra məcbur qiyməti azaltmağa çalışırlar və qiymət rəqabətinə başlayırlar. Bu isə bütün bazara təsir edir. Nə özləri qazana bilirlər, nə digər fitness mərkəzləri qazana bilir. Ona görə biraz digər problem də budur ki, yəni o təbii ki, digər bizneslərdə də var belə problem. Amma bəlli daha çox problem olan sahələrin biri də budur. Eynən. Yəni fitness sahəsidir ki, burada dediyim kimi həm prioritet deyil, yeyib içmək prioritetdir. Bugünkü gün restoran o qədər də çətinlik çəkmir. Həm də daha asan biznes kimi bəlkə də görürlər ki, avadanlığı aldım, döktüm ora vəssalam. Eynən, mən yəni konsultasiya etdiyim nə qədər idman zalı var ki, hamısı yəni bu sahədə olmayan insanlardır. Çoxu inşaat sektorunda olan insanlardır ki, hansısa bina inşaatı ilə məşğuldur və öz sakinlərinə söz verib ki, burada fitness zalı olacaq və bu fitness zalını da kommersiya məqsədli eləməyi düşünür. İnsanların bu haqda heç təcrübəsi olmur, xərcləri haqqında təcrübəsi yoxdur. Bu sahədə olan incəliklər haqqında təcrübəsi yoxdur. Müştəri nə qədər olur, ümumiyyətlə zallarda nə qədər müştəri yığılır, ortalama statistik bir zalın nə qədər müştərisi olur. İnvestisiya geri dönüşü nə vaxt olur? Geri dönüşü nə vaxt olur, eynən. Yəni bunlar haqqında məlumatsızdır deyə
elə fantastik rəqəmlər deyirlər ki, hərdən. Mən özüm təəccüblənirəm, hərdən reaksiya verməyə də belə tərəddüd edirəm ki, adamın bir növ həvəsini sındırmış olaram. Yəni ona görə belə çox təəccüblü yanaşmalar olur və biz də təəccüblənirik. Həmin adamlar da bu sektora girdikdən sonra geri dönüşü görmədikdə milyonlarla pul qoyurlar və həmin milyonların çox qısa zamanda geri dönüş olaraq düşünürlər və həmin return gecikdikcə o həmin adamlar məcbur olurlar ki, bu survive eləmək üçün qiyməti salsınlar və elə cəlb edirlər. Azərbaycan sayığı. Eynən və bununla da dediyim kimi bütün bazara təsir edir. Ona görə yəni ən azından bir mütəxəssislə məsləhətləşmək, bu sahədə bəlli bir savadı olan, ümumiyyətlə mən şəxsən yəni bir ot dülü kimi, yəni bizim iqtisadi bacarıqlarımız da var da. Yəni bizim ekonomika dərsi də götürmüşük. Yəni mikroekonomik keçmişik. Yəni bunların bir maliyyə bacarığımız da olub və bu sahədə də özümüzü inkişaf elətdirdikcə əslində bir sahibkar bacarıqlarını da əldə etməyə başlamışıq. Təəssüf ki, məsələn bunu tam hamı eləmir, həm də dərk eləmirlər ki, yəni bir adam məşqçidirsə, deməli yaxşı bu adam sahibkar olacaq. Bu belə bir şey deyil. Və yaxud da mənim pulum varsa, mən zal açım, orada elə avadanlıqları yığım işləyəcək. Elə bir şey də deyil. Ona görə biraz daha belə professional yanaşanda daha fərqli olur. Son olaraq fitnessə başlamaq istəyib, amma neçə vaxtı başlamağa ürək eləməyən, necəsə qərar verə bilməyən insanlara nə məsləhət görərdin? Necə başlasınlar, hardan başlasınlar və ilk addımı necə olsun? İlk addım dedikdə biz böyük bir gözlənti gözləməməliyik və insanlar qabaqlarına böyük məqsədlər qoymamalıdırlar və ilkin olaraq onların məqsədi sırf idman zalına girmək olmalıdır. Mənim düşüncəmsə. Yəni bu qida rasionumu düzəldim, pis vərdişləri çıxardım, başqa özümü nələrdəsə limitliyim. Bu olmamalıdır. Sadəcə məqsəd olmalıdır ki, mən həftədə ən azından bir dəfə ilə başlasınlar. Yəni sonra 2 dəfəyə çıxartsınlar misal üçün. Yəni bu startı verməkdir və xırda hədəflər qoyaraq. Böyük hədəflər qoyulmamalıdır. Ondan sonra isə dediyim kimi o hədəf də şərtdir və hədəf özü olduqda, məsələn o smart dediyimiz hədəf qoyma yöntəmi, bir şey əldə eləmə yöntəmi burada da keçərlidir əslində. Ona görə bir hədəfimizi bilməliyik və həyat tərzi halına gətirə biləcəyimiz formada bunu eləyə bilməliyik. Başqalarının etdiyi kimi yox. Yəni bir məşqçi hər gün zaldadırsa, sənin zalda olmağa hər gün ehtiyacın yoxdur. Adam 6 gün məşq edirsə, sənin buna ehtiyacın yoxdur. Adam belə deyim, yarışa çıxırsa, yarış qidalanması edirsə, sənin buna ehtiyacın yoxdur. Sən özünə uyğun bir sağlam bir vərdiş əldə etməlisən. Öz sağlam həyatın üçün öz vərdişlərini özün yazmalısan, öz həyat tərzinə uyğun olaraq. Elə olduğu təqdirdə mənə elə gəlir ki, daha rahat olar onlar üçün. Daha belə utopik məqsədlər qoyaraq yox da, daha xırda məqsədlər qoyaraq olmalıdır. Çox sağ olun, dəvətimizi qəbul ediniz, gəldiniz, vaxt ayırdınız, bol-bol uğurlar. İnşallah daha da insanlar bu yöndə maariflənərlər, daha çox üst tutarlar. İçi mən daxil olmaq şərti ilə burada deyəcəklər kommentlərdə ki, ged özünə bax sonra. Və başlayacağım, söz verirəm. İnşallah. Çox sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.